Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Bugün buraxılış imtahanlarının qaçılmazı olan modal feillərin izahı ilə davam edəcəm. Yəni bugünkü mövzumuz modal verbs'dir. Və ilk öncə modalları yazarkən tərcümədən də önəmli variantların doğruluğuna diqqət etməkdir. Məsələn, cümləyə fikir veririk, cümlədə to görürüksə, may ümumiyyətlə özündən sonra to almaz, must, can və yaxud da should. Yəni əsas modal feillər, biz bilirik ki, modal feillər iki dərəcədə olur. Birinci dərəcədə can, may, must və yaxud da should, need. Digəri isə to ilə olanlar, məsələn, ought to be able to, have to və s. Yəni yeganə burada to-nu qəbul edən have to-dur, must-ın əvəzedicisi. Ona görə doğru variant D-dir. Tərcüməyə gəldikdə why do we have to wait for them? Yəni biz onları nə üçün gözləməliyik? İkinci nömrəli testə baxdıqda yenə də cümlələrdə variantların ilk öncə doğruluğuna diqqət edək. Haven't to əgər have-dan to birlikdə varsa, yəni modal feil kimi o özü inkar yarada bilmir, yanlışdır. A variantında to be able to ifadəsidir, yəni to hissəci yoxdur. B-də də həmçinin have to olmalıydı. Və cümlənin tərcüməsinə gəldikdə isə təsdiq və inkar olmağına onun tərcümə anlamından baxırıq. I have broken my tooth. Mən dişimi sındırmışam. Əgər dişim sınıbsa, deməli mən həkimə getməliyəm. Bu artıq təsdiq anlamdadır. İnkar olmaz. Doğrumuz C-dir. I must go to the dance right now. Yəni indi mən dərhal həkimə getməliyəm. Üçüncü testə diqqət edirik, needn't görürük və ilk öncə onu qeyd edim ki, need həm ingilis dilində əsas feildir, həm modal feil və bunu necə anlamaq olur testdə? Əgər need feilindən sonra ikinci bir feil gələrsə, o halda o modaldır. Yox, əgər hər hansı bir isim, to-lu məstər gələrsə, o zaman əsas feildir. Və ən əsas məqam isə əgər need özü inkar və yaxud da sual yaradırsa, deməli modal feildir. Yaratmırsa əsas feildir. Ona görə ilk öncə burada bunun inkar yaratmağı artıq onun əsas feil olmamağına gətirib çıxarır. Və ona görə də need əgər inkar yaradıbsa modal feildir. Modaldan sonra mütləq şəkildə ardıcıllıqda feil olmalıdır. Yəni mübtəda, need özü, üçüncü isə sıralamada feil dayanmalıdır. Ona görə any advice, burada advice məsləhətdir və consultation, konsultasiya isimdir hər ikisi. O ardıcıllıqda, yəni söz sırasında doğru deyil. Ona görə doğrumuz elə 1-2-dir. B variantı doğru cavabdır. 4 nömrəli testdə isə yenə doğru modal feil. İlk öncə nöqtədən sonra to məstər görürük. Əvvəldə qeyd etdiyim kimi can, may, must və yaxud da should, need əsas modal feil kimi to qəbul etmir. Eyni zamanda may-də. Doğrumuz elə E variantıdır. What time does she have to go to the airport? Yəni o hava limanına nə vaxt getməlidir? İndi isə digər testlərin izahına baxaq. 5 nömrəli testdə isə yenə bizdən doğru modal feil tələb olunur. O halda cümlənin tərcüməsindən əlavə variant seçiminə baxın. To be able-da to hissəci yoxdur və digər məqamlardan biri də had-in to-suz işlənməsidir. İndi isə tərcüməyə baxaq. The difficulty was that he understand us. Çətinlik buradaydı ki, o bizi başa düşür desək cümlə məntiq olaraq doğru olmaz tərcüməsi. O bizi başa düşə bilmirdi. O zaman inkar formada olan feilimiz yalnız E variantındadır. He wasn't able to understand us olmalıdır. Yəni can modal feilinin keçmişdə olan əvəzedicisidir. 6 nömrəli testdə isə people protect nature from pollution. İnsanlar təbiəti çirklənmədən qorumalıdır. Artıq cümlənin tərcüməsindən bilirik ki, bu cümlə təsdiqdədir. O halda inkarlar kənarlaşdırılır və should heç bir halda to ilə istifadə olunmaz. Doğrumuz elə B variantıdır. We must protect. Yəni biz təbiəti qorumalıyıq. İndi isə 7 nömrəli testə diqqət edək. Modal funksiyasında olan feil tələb olunur və əvvəldə qeyd etmişdim, need modal feildir. Əgər o özü inkar yaratmayıbsa, do, does və yaxud da did ilə inkar yaradıbsa, artıq orada modal feil deyil. Need modal feil kimi bütün hallarda özü inkarlıq yaradır. İkinci məqamda isə he didn't have-dan sonra mütləq to hissəci olmalıydı. Yanlışdır. Doğrumuz elə 3-4-dür. You needn't send me the photos. Sənin mənə şəkil göndərməyinə yəni ehtiyac yoxdur. He didn't have to type the letters. O hərfləri yəni yazmamalıdır. 3 və 4 doğru variantdır.